Deməli, birinci sualda yazılıb ki, 25% 100 olan ədədin 40%-ni tapın. Burada faizinə görə ədəd tapmaq lazımdır. Faizinə görə ədədi tapanda ədədi faiz göstərən ədədə bölüb 100-ə vurmaq lazımdır. Birinci sualda deməli, 100-ü bölürəm 25-ə, vururam 100-ə. Bu da eləyir 400. İndi 400 ədədin 40%-ni deyir tapın. 400-ü vuracam 40-a, böləcəm nəyə? 100-ə. Bu da eləyir 160. Birinci sualda oldu A variantı. İkinci sualda yazılıb 10% zərərlə 270 manata satılan paltonun alış qiymətini tapın. 10% zərər deyirsə, hər bir şey 100%-dir. Zərər deyəndə çıxılır. 100-dən 10%-i çıxıram. 100% çıxılsın 10%. 10%. Bu edir 90%. Deməli 90%-ə yazacağam 270 manata satılıb. 270 manat. Hər şey 100%-dir. 100%-də yazıram nə? X manat. Deməli, ixtisarlarımızı aparsaq, 270-dən 90 gedir, qalır 3. 3-ü də 100-ə vuranda edir 300 manat. B bəndi. Sonra üçüncü sualda tənasibi deyir həll eləyin. Yəni x-i tapın. Deməli, tənasübdə x-i tapın. Bu tənasübün əsas xassəsi nə idi? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər. Yəni x-i vururam 0,2-ni 2-yə, 2,2-ni vururam 0,1-ə. Yazıram 2,2 vurulsun 0,1 bərabərdir. X vurulsun 0,2-yə. Saf dövrü onla kəsirdir. Adi kəsirə çevirəndə dövrdəki rəqəmlərin sayı qədər 9. Bir dənə rəqəm var, bir dənə 9 yazıram. Yazıram 2 tam 9-da 2, 2 tam 9-da 2 vurulsun 0 tam 10-da 1 bərabərdir. X vurulsun, yenə də saf dövrü onluq kəsirdə. Adi kəsə çevirəndə dövrdə bir dənə rəqəm var, bir dənə 9. Dövrdəki ədədi yazıram sürəti. İndi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 0,1-i x-ə vuracam. Olur 0,1x. 2,9-da 2-ni düzgün olmayan kəsə çevirəndə eləyir 9-da 20. Tam hissəni məxrəcə vurub üzərinə sürəti gəlirəm. 18, o da 2, 20. Vurulsun 9-da 2-yə. Deməli, bunu hesablayanda 9, 9-un 81, deməli, birinci sualda yazılıb ki, 25%-i 100 olan ədədi tapın, ədədin 40%-ni tapın. İlk növbədə biz baxırıq ki, 25% 100 olan, yəni ədədin faizinə görə ədəd tapmaq üçün ədədi faiz göstərəndə bölürəm, vururam 100-ə. Yəni 100-ü bölürəm 25-ə, vururam nəyə? 100%-ə.
İxtisarlar gedir, 4, 400 eləyir. Yəni 400-ün 40%. Ədədin faizi tapanda ədədi faiz göstərəndə vururam, bölürəm 100-ə. 400 vur 40 bölünsün 100, bu da eləyir 160. Birinci sual A bəndi. İkinci sual. 10% zərərlə 270 manata satılan paltonun alış qiymətini tapın. Baxırıq nəyə? 10% zərər deyirsə, 100%-dən çıxıram, zərər deyəndə çıxılır. 100%-dən çıxıram 10%, eləyir 90%. 90%. 90%. Deməli, 90%-ə tənasib qururam. 90%-ə yazacağıq 270 manat. Hər şey 100%-dirsə, 100% yazıram x manat. İxtisarlarımız gedir. 90-dan 270 getdi. 3 qaldı. 3-ü də 100-ə vuranda 300 düzgün cavabdır B bəndi. Sonra üçüncü sualda tənasübdür. Tənasibi həll eləmək lazımdır. Tənasibi həll eləmək üçün kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Birinci, biz bunu çevirək adi kəsrə. Saf dövrü onluq kəsirdə adi kəsrə çevirəndə dövrdəki rəqəmlərin sayı qədər 9 yazılmaq lazımdır və dövrdəki ədədi isə sürəti yazırıq. Olur belə. Tam hissə olduğu kimi qalır. 2 tam. Dövrdə bir dənə rəqəm var. Bir dənə 9-da 2. Bölünsün x bərabərdir. Dövrdə bir ədədimiz var. Olacaq 9-da 2. Bölünsün. Onda biri də mən adi kəsrə çevirirəm. Onda bir kimi yəni, buzu yazıram. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 2 tam 9-da 2-ni düzgün olmayan kəsrə çevirəndə eləyir 9-da 20. Vururam 10-da 1-ə. Bərabərdir. Nə görsəmədi bu? Bərabərdir. Bərabərdir. 9-da 2 vurulsun x-a. Deməli, ixtisarlarımız gedir. Burada qalır 2. 9-da 2 bərabərdir. 9-da 2 x-a. X-in də qiymətini 9-da 2-ni 9-da 2-yə böləndə 1 qalır. Digər sual, dördüncü suala baxsaq. Dördüncü sualda yazılıb ki, cəmi 120 olan iki ədədin birinin 40%, digərinin 60%-nə bərabərdir. Bu ədədlərin hasilini tapın. Hı -hı. Deməli, bunu tapmaq üçün cəmi 120-dir, düzdür? 120-dirsə, 120-dirsə, deyək ki, birinci ədədimiz x-dir, digəri isə y-dir. Bunların cəmi bərabərdir 120-yə. Deyir ki, birinin 40%, digərinin 60%. Yəni, deyir ki, x-in 40%-i bölü 100-ə, digərinin 60%, digəri də y-dir. Bunun da 60%-nə bərabərdir. X 100-lər gedir, 40x bərabərdir 60 y-ə. Sıfırlar da gedir. 4x bərabərdir. Olur 6y. X də olur 1,5. 6-nı bölürəm 4-ə. 1,5 y. Gətirib x-in yerinə 1,5 y yazıram. Olur 1,5 y üstə gəlsin. Y bərabərdir 120. 1,5 y isə y gələndə olur 2,5 y bərabərdir 120. Buradan y-i tapanda neçə olur? 120-ni 2,5-ə bölündə 48. Birinci ədədimiz 48-dir. Digər tapanda yazıram x üstə gəlsin 48 bərabərdir 120. X-i tapanda neçə eləyir? Deməli 70, 120, 72. Deyir ki, bu ədədlərin hasilini tapın. Yəni bir-birinə vurun. 72-ni vururam 48-ə. Neçə edir bu? 6, 56, 57, 8, 3456. Sonra 5-ci sual. 5-ci sualda x, y böl z bərabər 7-də 1 böl 3-də 1 böl 21-də 1. Silək. Aha. Deməli, x-in qiyməti 7-də 1k yazacağım. X-ə bax, birinci nə gəlir? 7-də 1. Deməli, 7-də 1k olacaq. Yazıram 7-də 1k. Y-ə nə gəlir? 3-də 1. Y olacaq 3-də 1. K. Z-ə nə daxildir? 21-də 1 yazıram. Z bərabərdir 21-də 1 K-ya. Gətirib yazıram burada. Olur 5 vurulsun. X-in qiyməti nə idi? 7-də 1K. Çıxılsın 2 vurulsun. Y-in qiyməti 3-də 1K. Vurulsun 3-də 1K. Üstə gəl Z. Z-in də yerinə 21-də 1K yazıram. Bərabərdir 16-ya. Hər birini gətirirəm 21-ə. 3-ə vururam, 7-yə vururam.
5-i 3K-ya 5K-nı 3-ə vuranda eləyir 15K. Düzdür? Çıxılsın. 2K-nı 7-yə vuranda 14K. Üstə gəlsin bir dənə də K. Bölünsün 21 bərabərdir 16-ya. 15K-dan 14K çıxanda qalır K. K üstə K gələndə qalır 2K. 2K bölünsün 21 bərabərdir 16-ya. 2 ilə 16 xəsər gedir, qalır 8. 8-i 21-ə vuranda eləyir 168. Kaldı 168, Y istəyir. Y-i nə ilə işarə eləmişdir? 3də 1 K ilə, düzdür? Gətirəm 168-i, vururam 3də 1-ə. Baxın, olur Y bərabər 3də 1 vurulsun 168. Bu neçə elədir? 15, 56-ya oxşuyur. Hə, 56. Sonra 6-cı sual. 6-cı sualda nə yazılıb? Yazılıb ki, kökdə 5 çıxılsın 2 onda 5, üstə gəl kökdə 5 çıxılsın 2 ifadəsinin qiymətini tapın. Bu necə taparıq? Deməli, kökdə 5-dən təqribi nə çıxır kök? 2 tam nə qədər? Düzdür? 2 onda 1, 2 onda 2, 2 onda 3 çıxa bilər. 2 onda 2-yə qədərdir. Belə deyək. 2 onda 4 də olur. 2 onda 4 olmur. 2 onda 2. Yəni 2 onda 5-dən kiçikdir. Düzdür? Deməli, kiçikdirsə sən bunun yerini dəyişməlisən. Modulda müsbətdən böyükdən kiçik çıxmalısan. 2 onda 5 çıxılsın. Kökdə 5 kimi yazacağıq bunu. Digərini isə görürsünüz ki, 2 onda 5 2-dən böyükdür. Deməli, olduğu kimi açıram bunu. Kökdə 5 minus 2. Kökdə 5-lər getdi. 2 onda 5-dən 2 çıxanda 0,5 cavab D bəndə olur. Sonra 7-ci sual. Qarşılıqlı tərs ədəd cütünü göstərin. Qarşılıqlı tərs ədədlərin hasili 1-dir. Bütün ədədləri vurun. Hansı 1 elədirsə, deməli hansıdır? O cavabdır. Məsələn, 10-da 3-ə baxsaq, bunu adi kəsir kimi yazıram. Bunu da saf dövr onlu kəsiri adi kəsir çevirirəm. Olur 3,9-da 3. 3,9-da 3 eləyir. 3,9-da 3-ü də bunu 3,3-də 1 kimi yaza bilirəm. Bu da eləyir 3-də 10 kimi. 10-da 3-ü 3-də 10-a vuranda görürsünüz ki, 1 eləyir. Ona görə cavab C bəndi. Sonra silək bunları. Deməli, deyir ki, 8-də mənfi 2 tam, mənfi 2-də, mənfi 2 tam 3-də 1 ədəd oxunda hansı iki qonşu tam ədəd arasında yerləşir? Deməli, hansı ədəd arasında görə yerləşəcək bu? Mənfi 2 tam 10, 2 tam 3-də 1, mənfi 2 tam, təqribi nə qədər eləyir? 2 tam, onda 3, 3 dövr eləyir. Düzdür? Bu hansı ədədlər arasında yerləşir? Mənfi 3-ün mənfi 2 arasında. A bəndi. Sonra 9-cu sual. 9-da nə yazılıb? 9-da yazılıb ki, 9-da yazılıb ki, ə, deməli, A bölü B bölünsün C bərabər 3, 5, 7 və A kvadratı plus B kvadratı 68 olsa A kvadratı plus C kvadratını tapın. Bu tapmaq üçün A-nın qiymətinə baxırsınız. A-nın qiyməti nəyə uyğundur? 3K. Düzdür, yazıram bura. A bərabərdir 3K. Sonra B nəyə bərabər olacaq? 5K-ya. 5, B oldu 5K. C nəyə bərabərdir? 7K-ya. C oldu nə? 7K. Gətirib A-nın yerinə 3K, B-nin yerinə 5K yazıram, K-nı tapıram. Baxın, fikir verin burada. Olacaq 3K-nın kvadratı eləyir 9 dənə K kvadratı. B-nin qiyməti nə idi? 5K, 25K kvadratı olacaq. Bərabərdir 68-ə. 9 da 25, 34 dənə K kvadratı bərabərdir 68-ə. K kvadratı olacaq neçə? 2. K kvadratını tapdım 2. Demək bizdən isə A kvadratı plus C kvadratını istəyir. A 3K-dırsa, bəs A kvadratı nəyə bərabərdir? 3K-nın kvadratı 9K kvadratına. Bəs C nəyə bərabər? C 7K-dırsa, C kvadratı olacaq 49 dənə K-nın kvadratına. Fikir verin. Demək, K da 2 idi. 9-u 2-yə vur 18. K kvadratı da 2 idi. 49-u 2-yə vur 98. Bunları toplayıram. 6, 116. C bəndi. Sonra 30 qram 40 faizli 40 faiz duz məhlulu 20 qram 20 faizli məhlulları qarışdırır. Neçə faiz məhlullanır? Baxın, fikir verin buna. 30 qram 40 faizli duz məhlulu ilə 20 qram 20 faizli
məhlul qarşılarsa neçə faiz məhlul? Birinci siz nə eləmək lazımdır? 30-un 40 faizini tapın. 30-u 40-a vurun bölün 100-ə. Nə qədər? 12 qram. Düzdür? Digər qabdakı da 20 qram 20 faiz məhlulu qarışdırın. Daha doğrusu qarışdırın. Bu eləyir 4. Sonra deyir, məhlulları qarışdırdın. Yəni birinci qabına ikinci qabı qarışdırıblar. Qarışdıranda nə olur? Toplanır da məhlullar. 16 qram. Ümumi məhlul nə qədər idi? 30 qram, yəni 40%-dən əvvəl. Bu da 20 qram. Toplayana nə qədərdir? 50 qram. 16-nı bölürəm 50-yə, vururam nəyə? 100-ə, bu da edir 32%. Sonra 11-ci sual. 11-ci sualda nə yazılıb? Kök altda 11-in kvadratı, üstə gəl kökdə -7-nin kvadratı, çıxılsın kök altda 6-nın mötərizə kvadratı, çıxılsın kök altda -6-nın kvadratının ifadəsinin qiyməti tapın. Köklə demişik ki, kvadrat həmişə gedir. Bunlar getdi, qaldı 11. -7-nin kvadratı 49, kök çıxır 7. Köklə kvadrat gedir, qalır 6. -6-nın kvadratı 36, kök çıxır 6. 11 isə 7, 18, çıx 6-nı 12, 12-dən də 6, 6. Bebəndi. 12. 3 kökdə 2 minus 1 ədədinin kəsr hissəsini tapın. Kəsr hissənizi tapanda ədəddən çıxıram tam hissəni. Düzdür? Ədədin nə? Birinci gəlin tamı tapaq. Kökdə 2-dən təqribi çıxır 1/4. 3-ü 1/4-ə vuranda eləyir 4/2. 4/2-dən də 1 çıxanda qalır 3/2. 3/2-nin tam hissəsi nədir? 3-dür. Tam hissəsi oldu 3. Tam hissə. Ədədimiz nə idi? 3 kök altda 2 minus 1. Tam hissəmiz nə idi? 3. 3 kök altda 2 qalacaq yerində. -1-dən 3 çıxanda -4 deməlidir. 13. Aşağıdakıların hansı ədəd irrasional deyil? Pi irrasionaldır. Kök altda 16 vur kökdə 8 kök çıxmır. O da irrasionaldır. Kökdə 48-in kök çıxmır ümumiyyətlə. Çıxırı 16 vur 4 kökdə 3. Yəni 3-dən də kök çıxmır. Tam olaraq çıxmır. Kökdə 12-dən kök çıxmır. Amma 0,6 nədir? Cavabımız yəni deməndir bu üstünü. İrrasional deyil. 0,6 rasionaldır. Sonra 14. -2 kiçikdir x, o da kiçikdir 5 olarsa x plus 2 çıxılsın x minus 5 ifadəsini sadələşdirin. -2 ilə 5 aralığında bir ədəd var. Məsələn üçün deyək ki 4, -1 fərqi yoxdur. Məsələn üçün bunu dəyişmək üçün x plus 2-dən baxsaq görərik ki, məsələn -1 qoyaq, -1 üstə 2 müsbət eləyir. 2 qoyaq və yaxud da 4-ə qədər bütün ədəd qoyursunuz, müsbət eləyəcək. Bunu olduğu kimi açacağıq. Amma digər tərəfdən 5-ə baxın. Məsələn üçün maksimum 4 yaza bilərsiniz də bura, düzdür? 4-dən 5 çıxanı görürsünüz mənfi. Ona görə bunun yerini dəyişmək lazımdır. Deməli bunu bu cür yazacağam. 5 minus x mötərizi ilə x plus 2 mötəricəni açıram 5 plus x. X-də x gələndə 2 dənə x, 2-dən 5 çıxanda 3. Deməli. Sonra 15. 5-dəki ədədin tərsi ilə əksinin fərqini tapın. 5-dəkinin tərsi. 5-dəkinin tərsi olacaq 2-də 5. Əksi nə olacaq? -5-də 2. Deyir ki, bunların fərqini tapın. Yəni, deyir ki, 2-də 5-dən çıxın -5-də 2-ni bərabərdir. 2-də 5, mənfi ilə mənfi toxuşan nə olur? Müsbət. Deməli, bunu 5-ə vururam, bunu da 2-yə vururam. 25, bu da 4. 29. 2-ni də 5-ə vuranda 10. 29-da 10-a bölürəm. 2,9 sənin düzgün cavabındır. Yebəndi.